Salamlar, vaxtınız xeyir olsun. Mən Adıgözəl Nakişin, insan psixologiyası metodisti. Bəzən bəzi tipdə xarakterli insanlar var ki, onların psixoloji xəstəliklərinin hansı bir xəstəlik olduqlarını dedikdə aqressiya ilə qarşılama təzadı formalaşır. Bu da bilirsiniz nə ilə bağlıdır? Həmin insanların illərdir, aylardır, yox, illərdir, bura diqqət edin, aldığı travmaların onların beynində yaratdığı fəsadlar kiçik bir, adi bir xoş söz olsun, onu mənfi, pis söz olaraq qarşılamalarını gətirib çıxardır. Və nəticə etibarilə də sən psixoloji olaraq xəstəsən sözünü sanki səni söyürəm, təhqir edirəm kimi anlayırlar. Ola bilər sənin obsessiv kompulsiv pozuntun ola bilər. OKP xəstəliyidir bu. Yəni takıntıdır beynində, hər şeyi, yəni keçmişin travmalarını indiyə kimi düşünürsən, yaxud tez-tez gedirsən, əllərini yuyursan, istiyə, soyuğa, pisə, yaxşı, hər şey takılırsan. Və biri də var ki, bipolyar pozuntu. İkili xəstəlik. Beynin fazası elə bir formatda işləyir ki, günün yarısına kimi yaxşısan, günün yarısına sonra pissən. Yaxud günün yarısına kimi pissən, sonrasında yaxşısan. Xarakterin dəyişir, aqressiv, gah deyib gülən, özünün asılı olmadan birdən gülür. Qıraqdan baxan sən dəlisən, xəstə, gicsən, baş çatmır bunu. Amma bilmir ki, o insan elə bir travmalar alıb ki, aldığı travmalar ona həyatına vurduğu zərbələri o artıq yaxşını pis şey kimi, pis şeyi yaxşı şey kimi düşünür. Ümumiyyətlə, hər hansı bir növ xəstəliyiniz olan zaman ən azından psixoloqa getməmişdən öncə təbii ki, müasir dövrdə araşdırın və nəticə etibarilə də səhhətinizdə olan, yaxud yeni həyat yaş dönəmində aldığınız mənfi auranı ortadan qaldırmaq üçün. Seanslarımız onlayn və əyani həyatda keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj bölməsinə məlumat verə bilərlər.